Salam dəyərli izləyicilər. Bugün yeni bir satış videomuzla qarşınızdayıq. Bugün sizə təqdim edəcəyimiz ev Binəqədi qəsəbəsi Gülüstan küçəsi 1-ci döngədə yerləşən bir həyət evidir. Həyət evi 2 mərtəbəli və plus mansardır. Həmçinin 1-ci mərtəbədə çöl tərəfində gördüyünüz kimi obyekt var. Jalüz qoyulubdur. Baxın, bu hissə obyekt olaraq nəzərdə tutulub, sadəcə istifadə olunmayıbdır və evin üzərində satışa çıxarılıbdır. Evin giriş darvazasını görürsünüz. Daxil olaq evin həyətinə. Evə daxil olmazdan öncə yolunu göstərir. Yolu asfaltdır. Baxın, görürsünüz. Evə gələn yol da həmçinin asfaltdır. Maşın yolunu görürsünüz. Yolun düz kənarındadır. Yola dayanacağı və ehtiyac olan bütün yaşayış obyektlərinə yaxın bir məsafədə yerləşir. Daxil olaq evin həyətinə. Geniş və çox gözəl bir evdir həqiqətən də. Hazırda evimizin həyətyanı sahəsindəyik. 4 sot torpaq ərazisində tikilibdir bu ev. Baxın, görürsünüz. Bu həmin obyektə keçən qapıdır. Həyətində ayrıca bir belə bax kimi hissəsi var. Kiçik bir bağçası var. Ağac əkmək üçün. Həyətinə 4-5 maşın rahatlıqla yerləşə bilir. Hazırda gördüyünüz kimi 2 maşın var. Yanına da bir maşın, həmçinin bu hissəyə də bir maşın və əlavə olaraq bu maşının yanına da bir maşın yerləşə bilər. Ümumilikdə yəni maksimum 5 maşın rahat bir şəkildə yerləşə bilər. Bu gördüyünüz hissə evin su çənidir. 9 tonluq yeraltı su çəni var evimizin. Evin fasadını görürsünüz. Qeyd etdik ki, ev ümumilikdə 2 mərtəbə və plus mansardan ibarətdir. Evə 2 məhəllədən giriş-çıxış var. Baxın, biri girdiyimiz qapı idi, digər isə baxın bu hissədən bu qapıdır ki, digər bir məhəlləyə açılır. Yəni evə 2 məhəllədən, 2 ayrı məhəllədən girmək, keçmək mümkündür. Baxın, görürsünüz. Qeyd edik ki, evdə yaşayış az olduğu üçün, yəni bir ailə cəmi yaşadığı üçün, evdə bir ailə yaşadığı üçün ev təcili olaraq satışa çıxarılıbdır. Qeyd edək ki, evdə yaşayış az olduğu üçün, yəni cəmi bir ailə yaşadığı üçün bu ev satışa çıxarılıbdır təcili. Yəni digər mərtəbələrində yaşayış yoxdur hazırda. Evə qalxan kürsüləri görürsünüz. Ev yerdən kürsülüdür. 4-5 daş kürsülüdür. Həmçinin belə deyək, belə bir kalyaska və həmçinin araba üçün yer də nəzərdə tutulub ayrılıbdır. Həyətini bir də sizə bu istiqamətdən təqdim edək. Geniş bir həyəti var həqiqətən də. Binəqədi qəsəbəsində yerləşir. Evin qiyməti barədə videomuzun sonunda məlumat verəcəm. Daxil olaq evə və evlə sizi daha yaxından tanış edək. Ev qeyd edək ki, ümumilikdə 6 otaqdır. 7 otağa da keçirmək olar. O barədə də sizə məlumat verəcəm, necə olacağı barəsində. Evimizin dəhliz hissəsindəyik. Belə bir geniş dəhlizimiz var. Dəhlizə daxil olduqda sol tərəfdə evimizin, baxın, qonaq otağı yerləşir. Belə bir gözəl qonaq otağımız var. Çıraqlar quraşdırılıb, spot işıqlar, yəni gizli işıqlar quraşdırılıb. Qeyd edək ki, ev ümumilikdə 4 daş, belə deyək, 4 daşla tikilib. İşıqlıdır qonaq otağı. Geniş bir cam balkonu var. Kombinin radiatorlarını görürsünüz. Kiçik radiatorlar quraşdırılıbdır. Qonaq otağı işıqlıdır. Pəncərələri evin ön tərəfinə açılır. Qeyd edək ki, ev bəzi əşyaları ilə birgə satışa çıxarılıbdır. Görürsünüz. Və evimizin qonaq otağından mətbəxinə keçid var. Studiya mətbəxdir evdə. Mətbəx mebeli quraşdırılıb, hər birisi hazırdır. Pəncərəsi evin yan tərəfinə açılır. Mətbəxdə çıraqda quraşdırılıb həmçinin. Görürsünüz. Buradan mətbəxdən həmçinin dəhlizə keçid var. Keçək dəhliz hissəyə. Baxın, gördüyünüz qapı evə giriş qapısı idi. Dəhlizlə
irəlilədikdə qonaq otağı ilə üzbəüz evimizin birinci mərtəbədəki birinci yataq otağı yerləşir. Belə bir geniş yataq otağımız var. Yataq otağı işıqlıdır. Pəncərəsi evin ön tərəfinə açılır. Görürsünüz. Tam təmirli bir evdir. Gir yaşa bir evdir həqiqətən də. 4 sot torpaq ərazisində tikilibdir bu ev. Qaydaq yenidən dəhlizə. Dəhlizə qayıtdıqda və dəhlizə irəlilədikdə sol tərəfdə qonaq otağının, sağ tərəfdə yataq otağının yanında evimizin sanitar qovşağına gedən hissəsi var. Və həmçinin sanitar qovşağının yanında belə bir çamaşırxana qoyulubdur. Baxın, işıqlıdır burada. Və sanitar qovşağı sizə təqdim edir. Birinci mərtəbədəki sanitar qovşaqdır bu. Geniş bir sanitar qovşağımız var. Hamam tualetləri ikisi bir yerdədir. Aksesuarlar quraşdırılıb hazırdır. Havalandırması da mövcuddur həmçinin. Keçid edək yenidən dəhlizə və dəhlizin bu hissəsindən ikinci mərtəbəyə qalxan pilləkənləri görürsünüz. Bu gördüyünüz pilləkənlərin altındakı bu qapı isə həm kladovkaya, həm də ki evimizin belə deyək texniki hissəsinə, yəni kombi olan hissəyə və həmçinin baklar olan hissəyə keçiddir. Qeyd edək ki, evdə ümumilikdə 2 ədəd bak yerləşdirilibdir. 3 tonluq, ümumilikdə 3 tonluq, ayrı-ayrılıqda 1 ton yarımlıq baklar quraşdırılıb. Yəni evdə ümumiyyətlə burada su problemi heç bir halda yoxdur. Yəni ümumiyyətlə ərazidə su qazışıq daimidir. Baklar isə ehtiyat üçün qoyulubdur. Həmçinin qeyd etdik ki, yeraltı su çəni də var və bu səbəbdən də heç bir su problemi yaşanmır evdə. Evdə internet mövcuddur, görürsünüz, modem quraşdırılıb. Baxın, bu hissə həmin o dediyim hissədir, yəni kombi və ariston qoyulduğu hissədir. Bakları görürsünüz, qarşı tərəfdə bak olan hissəni 2 ədəd bakdır. Orada baxın, ikinci mərtəbəyə qalxan pilləkənlərdə ikinci mərtəbə də işıqlıdır. Görürsünüz, pəncərəsi evin arxa tərəfinə açılır. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbənin dəhliz hissəsindəyik. Pilləkənlərlə üzbəüz evimizin ikinci yataq otağı yerləşir. Belə bir geniş yataq otağımız var burada da. Tam təmirli, hazırdır. Yataq otağı işıqlıdır. Pəncərəsi evin ön tərəfinə açılır. Və buradan evimizin eyvanına keçid var. Təqdim edim sizə eyvanımızı da. Belə bir kiçik eyvanımız var. Və eyvana 2 otaqdan, bir bu yataq otağından, bir də yanındakı digər yataq otağından giriş-çıxış mövcuddur. Eyvan təmirsizdir. Sadəcə xırda kosmetik işlər görülsə kifayət eləyər. Baxın, evin həyətini görürsünüz buradan. Eyvan həyəti açılır. Ətrafı tam yaşayışdır. Qaydaq yataq otağımıza və yenidən ikinci mərtəbənin dəhlizinə keçək. Dəhlizə qayıtdıq və birinci yataq otağının yanında evimizin ikinci yataq otağı yerləşir. Burada həmçinin genişdir, işıqlıdır. 2 ədəd pəncərəsi var və 1 ədəd eyvana çıxan qapısı var. Çıraqlar quraşdırılıb hazırdır. Yataq otağı ilə irəlilədikdə, baxın, genişliyini görə bilərsiniz. Yataq otağında əlavə bir ayrıca sanitar qovşağımız var. Onu da sizə təqdim edim. Evimizin ümumilikdə ikinci sanitar qovşağıdır. Aksesuarlar quraşdırılıb, hər bir şey hazırdır. Ayrıca bir duş kabinəsi var. Havalandırması mövcuddur. Hava çəkəni var. Qayıtdıq yataq otağına. Və buradan yenidən dəhlizə keçid edək. Bu arada qeyd edək ki, mərtəbələr arasında beton monolit qoyulubdur. Yəni, mərtəbələr arası beton monolitdir.
Dəhlizə qayıtdıqda ikinci yataq otağının, yəni ümumilikdə üçüncü yataq otağının yanında evimizin dördüncü yataq otağı yerləşir. Burada həmçinin genişdir, işıqlıdır. Ev qeyd etdi ki, bəzi əşyaları ilə birgə satışa çıxarılıbdır. Hansı əşyaların qalıb, hansıların götürüləcəyi barədə ev sahibindən, satıcıdan yəni məlumat ala bilərsiniz. Videomuzun sol aşağı küncündə gördüyünüz nömrə ilə əlaqə saxlayaraq. Yenidən dəhlizə keçid etdik və pilləkənlərlə qalxdıqda sol tərəflə irəlilədikdə evimizin üçüncü ümumi sanitar qovşağı ilə qarşılaşırıq. Burada həmçinin genişdir, burada da həmçinin hamam tualet hər ikisi bir yerdədir. Aksesuarları quraşdırılır. Havalandırması mövcuddur. Ventilyasiya sistemi quraşdırılıb həmçinin. Qayıdaq dəhlizə. Və dəhlizlə irəlilədikdə, baxın bu hissədə idman üçün nəzərdə tutulan turnik yerləşdirilibdir. Dəhlizlə irəlilədikdə sol tərəfdə yenidən evimizin növbəti yataq otağı ilə qarşılaşırıq. Qeyd etdik ki, ev ümumilikdə 6 otaq və əlavə bir otaqdan mövcuddur ki, onu da əlavə bir otaq kimi də istifadə edə bilərsiniz. Barəsində məlumat verəcəm. Növbəti yataq otağını görürsünüz. Burada da həmçinin evimizin kiçik bir eyvanı mövcuddur. Belə bir kiçik eyvanımız var. Təmirsizdir. Sadəcə xırda kosmetik işlər görülərək istifadə oluna bilər. Yenidən keçid edək dəhlizə. Dəhlizə keçid etdikdə, baxın bu hissədə, yəni bu baş tərəfdə qeyd etdiyim həmin o 7-ci otaq olaraq nəzərdə tutduğum hissədir. Təmirsizdir. Yəni bura belə deyək, hazırlanıb, sadəcə istifadə olunmayıbdır, qalıbdır. Tamamlayaraq buranı əlavə bir otaq da eləyə bilərsiniz. Qeyd edim ki, evi belə deyək, bu hissəni hazırlayan ev sahibi, satıcı, yəni buranı yay mətbəxi olaraq nəzərdə tutmuşdu, amma bildirdiyinə görə buranı əlavə bir otaqda edə bilərsiniz. Görürsünüz, belə deyək, bütün pəncərələrlə əhatə olunubdur bu hissə. Qaydaq. İndi ikinci mərtəbəmizin dəhlizinə və buradan artıq evimizin üçüncü mərtəbəsinə, yəni üçüncü mərtəbəsi deyəndə daha doğrusu mansard hissəyə qalxacağıq. Görürsünüz, mərtəbələr arası işıqlıdır. Çox gözəl və zövqlə dizayn olunubdur ev. 4 sot torpaq ərazisində tikilibdir. 4 daşla. Evdə su, qaz, işıq daimidir. İstilik sistemi hazır kombidir. Qeyd edək ki, sanitar qovşaqların, evdə sanitar qovşaqların döşəmələri də istidir. Baxın, 3-cü mərtəbəyə, yəni mansara qalxan hissədə, 2-ci mərtəbə ilə mansar arası da işıqlıdır, pəncərə yerləşdirilir, evimizin arxa tərəfinə açılır. Və son olaraq mansar hissəni sizə təqdim edim. Qeyd edim ki, mansar hissə təmirsizdir. Yəni, təmir olunmayıbdır. Görürsünüz. Təmir eləyib çox gözəl bir istirahət otağı kimi istifadə etmək olar. Mansarımızın eyvanı mövcuddur. Həmçinin qarşıda bir əlavə hissələr də nəzərdə tutulubdur. Sadəcə orada təmir əlaqədə bəzi əşyalar qaldığı üçün keçə bilmirik. İstəyən şəxs satıcı ilə videomuzun sol aşağı küncündə gördüyünüz nömrə ilə əlaqə saxlayaraq gəlib evi yerində görə bilər. Həmçinin hər bir detallı ilə bağlı maraqlandıran sualları ev sahibinə, yəni satıcıya ünvanlaya bilər. Evin sənədi bələdiyyə sənədi və qeydiyyat yolu ilədir və qeydiyyata düşə bilərsiniz. Qiyməti 180.000 manata bu ev satışa çıxarılıb. Real alıcı ilə qiymətdə razılaşmada olacaq. Satıcı ilə əlaqə saxlamaq istəsəniz, videomuzun sol aşağı küncündə gördüyünüz nömrə ilə əlaqə saxlayaraq sizi maraqlandıran sualları ünvanlayın və həmçinin evi gəlib yerində görə bilərsiniz. Satıcının nömrəsini qeyd edirəm, 050 246 44 67. Yəni videomuzun sol aşağı küncündə gördüyünüz nömrə ilə əlaqə saxlayaraq evi gəlib yerində görə bilərsiniz. Həmçinin satıcı ilə əlaqə saxlayıb sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.
Həmçinin sizin də bu ərazidə satışa çıxarmaq istədiyiniz əmlakınız varsa, reklam vasitəsilə satışını sürətləndirmək istədiyiniz əmlakınız varsa, videomuzun sol yuxarı küncündə gördüyünüz nömrə ilə əlaqə saxlayaraq sifarişinizi verə bilərsiniz və ya videomuzun şərh bölməsinə əmlakınız barədə məlumatlar və nömrənizi qeyd edə bilərsiniz ki, əməkdaşlarınız sizinlə əlaqə saxlasınlar. Videomuzu bəyənməyi, rəy bildirməyi və yeni satış videolarımızdan anında xəbərdar olmaq üçün kanalımıza abunə olub bildirişləri də aktiv etməyi unutmayın. Diqqətiniz üçün təşəkkür edirik. Bu günlük bizdən bu qədər. Növbəti satış videolarımızda görüşmək ümidi ilə hələlik.